Herkese salam. Bugünkü videomuz panik atak hakkında olacaq. Panik atak nədir? Panik atak ani başlayan, sürətlə şiddətlənən, başlanğıcı və sonu olan kəskin qorxu və narahatlıq epizodudur. Əksər vaxtlarda 10 dəqiqə ərzində pik nöqtəyə çatır və təqribən 20 dəqiqə davam edir. Panik atak zamanı şəxs böyük bir qorxuya bürünür. Həmin an dəli olacam, ağlımı itirəcəm, idarə etməmi itirəcəm, ürək tutması keçirdirəm kimi düşüncələr keçirdir. İnsanların 7-14% həyatları boyu bir və ya bir neçə dəfə panik atak keçirdir. Bu xəstəlik hər yaşda başlaya bilsə də, ən çox 20-30 yaş aralığında başlayır və yaş artdıqca başlama faizi azalır. Panik atakın simptomları nələrdir? Ürək çırpıntısı hissi, tərləmə və titrəmə, ağız quruluğu, isti basma, nəfəs darlığı və boğulma hissi, sinə ağrısı, ürək bulanma, baş gicəllənmə və halsız hiss etmə, ölüm qorxusu və ya dəli olma qorxusu, dünyadan qopma hissi və ya başqa birisi kimi hiss etmək. Panik atak zamanı nə etmək lazımdır? Panik atak zamanı sakitləşmə yolları individualdır. Dərindən nəfəs almaq, sakit qalıb işinizə davam etmək, pozitiv düşünmək bunlara nümunə ola bilər. Panik atak keçirdən pasientlər bunu bilmədilər ki, panik atak ölümcül bir hal deyil, müvəqqətidir və müalicə ilə tamamilə sağalır.